Deməli, gecənin bir aləmidir. Arvad görür ki, nəsə kişi yerində qurcalanır. Elə deyir ki, necə verim, hardan verim, yox, verə bilməyəcəm. Ay, arvad, verə bilməyəcəm. Bunu kişidir. Hə, bunu kişidir. Arvad qulaq asır. Deyir, ay kişi, nə olub sənə? Kişi öyle qalxır. Deyir, bismillah. Arvad, ay arvad, bilirsən də, mən o qapı qonşuya pul borcluyam. Sabah o pulu verməliyəm. Məni fikir götürür, narahatam, yata bilmirəm o pulu hardan verəcəyim. Arvad belə baxır kişiyə deyir, nə olub, arvadın ölüb, narahat olma, bu saat gəlirəm. Arvad gedir. Kişi deyir, ay arvad, hara getsən, gelir saat 3'də, hara gedirsən? 10 dəqiqə, 15 dəqiqədən sonra arvad qayıdır, gəlir. Deyir, hə, kişi, qadan alım, rahatça yatqinə. Deyir, hara getdin, haradan gəlsən? Deyir, getdim qonşuya, dedim ki, bilirsən nə var, mənim əlim sənə borcludur. Sən sabah surokundur da. Bax, nə sabah, nə birisi gün, ümumiyyətlə sənə borc qaytarmayacaq. Hindi sən səhərəcək, qoy, sən narahat oluyor, hə? Hindi qoyun narahat olur. Əlbəttə, mən də Azərba kimisin ki, mərdə də danışa bilmərəm. Bu balaca, o da mənim. Çox sağ ol. Haftadır yaman güldü. Metroda cavan oğlanla cavan qız söhbət edir. Mən də qulaq asıram. Düzdür, qulaq asmaq yaxşı cəhət deyil. Qulaq asıram, görəm oğlan qızın qulağına deyir, əzizim, işıqlar sönsəydi, səni bir ürəkdən öpərdim. Qız da deyir ki, bəbək, işıq sönmüşdü, mənə öpən kimi idi. Mən Murad müəllimin deməli sözünə qüvvət, o Qızıl Meydandan danışdı, yəni Moskvada. Bir nəfər, mənim tanışlarımdan biri gedir Moskvanı gəzə-gəzə, gəlir, çıxır Lenin mavzoleyinə. Fikirləşir ki, vaxtım var, hələ yəni samolyotun qalxmağına 1 saat var, gedim mavzoleydə gəzim. Fikirləşir, girir, görür nə boyda növbə var, o boyda növbə var, neysə, tez bu tərəfdən, yəni istəyir ki, növbəni yarsın, keçsin içəri, Lenin baba ilə görüşsün. Çasavoy onu saxlayır, ay yoldaş, dayan, olmaz. Hamı kimi cərgə ilə, bax, çıx şöyle. Deyir, valla, Çasavoy qardaş, başıma dönüm, vaxtım yoxdur, qoy gedim onunla, görüşüm bu tərəfdən. Çıxım gedim, deyir, yox, olmaz. Çasavoyam, növbəsiz qoymaram. Deyir, Allah'a bax, tarihe bax, qoy gedim onunla görüşüm, deyir, yox, olmaz, Həmin adam götürüb ilə $50 qoyur Çasavoyun cibinə. Çasavoy yumşalır. Deyir, bura bax, səni onun yanına aparım, ya kişini çölə çıxardım. Hacı Baba müəllim olar. Buyurun. Mən də bir dənə lətifə söyləmək istəyirəm. Bir dənə terrorist metroya girib, maşinistin yanına, tabancanı beyninə dayıb deyir, tez ol, sür San Fransisko'ya. Maşinist deyir, abalam, nə San Fransisko? Bura Bakıdır. Növbəti stansiya sahildir. Sül deyirəm sənə, beyni dağıdaram ha. Hə, yaxşı, baş üstə. Ehtiyatlı olun, qapılar bağlanır. Növbəti stansiya San Fransisko'dur.